Kompüterinizdə həcmi böyük olan bir faylınız var. Tutaq ki, 10 GB, 100 GB, 1 TB həcmində olan faylınız var və onu kiməsə göndərmək istəyirsiniz. Və o həcmdə olan yaddaş qrupunuzu yoxdur ki, aparıb çatdırasınız. Bunun çox sadə bir yolunu göstərmək istəyirəm. Bir neçə saniyə müddətində siz sənədlərinizi, fayllarınızı qarşı tərəfə necə göndərəcəksiniz, onu göstərim. İlk növbədə Chrome açırıq, bu səhifəni yazırıq. İlk açılan səhifəni seçirik. Səhifə açıldı və işlərimiz tamamdır. Artıq biz faylı seçib göndərə bilərik. Həcminə baxırıq. 3,2 GB. Sürüşdürdük. Beləliklə, bu kodu və yaxud bu QR kodu WhatsApp-la və yaxud e-mail ünvanla istədiyiniz dostunuza göndərə bilərsiniz və beləliklə də o oradan açıb dərhal da onu istifadə edir və kompüterinə köçürə bilir və yaxud yükləyə bilir. Çox sadə, çox vaxt itirmədən bu problemi həll edə bilərsiniz.